Elmira Ramazanova 1934-cü ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. O, orta məktəbi qızıl medalla bitirərək elm yoluna böyük inamla qədəm qoyub. Elmira xanımın 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsini fərqlənmə diplomu ilə bitirməsi isə gələcək parlaq karyerasının başlanğıcı olub. Onun elmi maraqları çox geniş idi. Neft-qaz və qaz kondensat yataqlarının səmərəli işlənməsi, hasilat zamanı yaranan çətinliklərin həlli, neftlə çirklənmiş torpaqların təmizlənməsi, bütün bunlar Elmira xanımın həm ölkəmiz, həm də beynəlxalq elm aləmi üçün verdiyi dəyərli töhfələrdir. O təkcə Azərbaycan çərçivəsində deyil, beynəlxalq miqyasda da tanınıb. 2004-cü ildən ölkəmizi Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının enerji və iqlim dəyişikliyi üzrə layihəsində təmsil edib. Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihəsində isə neftlə çirklənmiş torpaqların təmizlənməsinə dair tədqiqatlara rəhbərlik edib. Professor Elmira Ramazanovanın zəhmətinin bəhrəsi yalnız kitab və məqalələrlə məhdudlaşmayıb. O 400-ə yaxın elmi əsərin müəllifi, 60 patent və ixtiranın sahibidir. Ən böyük xidmətlərindən biri isə yetişdirdiyi gənc alimlərdir. Onun rəhbərliyi altında 25 fəlsəfə doktoru, 2 elmlər doktoru hazırlanıb. Elmira Ramazanova ölkəmizdə bir sıra fəxri adlara layiq görülüb. Lakin təkcə Azərbaycanda yox, Vyetnamda da Elmira xanımın işinə dəyər verilib. Ölkəmizin sözü gedən Asiya ölkəsi ilə neft sektorunda əməkdaşlığı səbəbindən Elmira Ramazanova da Vyetnamın neft sənayesinin fəxri neft xadimi adı ilə təltif edilib.